Xəbər verdiyimiz kimi ötən gün Ağdamda bədbəxt hadisə nəticəsində gənc oğlan həyatını itirib. Hadisə rayonun Zəngişalı kənd sakini 25 yaşlı Hikmət Sadiqoğlu Mahmudlunun müəssisədə məntəqə müdiri vəzifəsində işləyən atası Sadiq Mahmudova texnikanın sınaqdan keçirilməsi zamanı kömək edərkən baş verib. Onu da bildirək ki, Hikmət Mahmudlu evin tək oğlu imiş. Füzuli rayonunun Böyük Bəhmənli kəndində ölümlə nəticələnən ağır qəza olub. Belə ki, Mercedeslə Vaz 2107 markalı avtomobillər toqquşub. Nəticədə 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində ölüblər. Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Məlumata görə qəzada həyatını itirən şəxslər hərbiçi, yaralanan Namazəliyev isə anam əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.